Hər vaxtınız xeyir olsun yoldaşlar. Bugünkü videoda mən sizə 15 yanvar tarixində keçiriləcək dövlət qulu imtahanında BA, BB və AC kateqoriyaları üzrə düşməsi ehtimal olunan maddələri qeyd edəcəm. Xüsusilə son günlər nəyi oxusam düşər, nələrə baxsam daha məqsədə uyğun olar deyə düşünənlər üçün bu video faydalı olacaq. Hər imtahanda olduğu kimi, keçən imtahanda da təxminlərimizin təxminən 70% özünü doğrultmuşdu. Və bu dəfə də diqqətinizi düzgün mövzulara yönəltməyə çalışacağam. Onu da qeyd edim ki, videomuz 2 hissədən ibarət olacaq. Birinci hissə BA, BB və AC kateqoriyaları üzrə düşən ümumi mövzular. İkinci hissə isə sırf BA və AC kateqoriyaları üzrə düşən mövzuları əhatə edəcək. Başlayaq birinci konstitusiyadan. Bildiyimiz kimi ən çox sual konstitusiyadan düşür imtahanda. Deməli, keçən imtahanda 11 dekabrda təşkil olunmuş BB kateqoriyası üzrə imtahanda konstitusiyadan konstitusiyanın qəbul olma tarixindən qüvvəyə minmə tarixinə bağlı sual düşmüşdü. Deməli, keçən imtahan konstitusiyanın qüvvəyə minmə tarixini soruşurdular. Ola bilər ki, bu imtahan konstitusiyanın qəbul olma tarixini soruşsunlar. Bir çox imtahan iştirakçıları da son günlər konstitusiyanı təkrar edəndə əvvəllərə baxmırlar. Yəni düşünürlər ki, konstitusiyanın qəbul olma tarixindən qüvvəyə minmə tarixindən sual düşməz. Amma bu yanlışdır. Keçən imtahanda da salmışdılar. Ona görə də bu imtahanda da baxsaz yaxşı olar. Çünki Dövlət İmtahan Mərkəzi bir dəfə istifadə etdiyi sualı ikinci dəfə başqa bir formada yenidən salır. Və xüsusilə onu da qeyd edim ki, konstitusiyanın neçə maddədən ibarət olduğu, neçə bölmədən ibarət olduğu, neçə fəsildən ibarət olduğu və neçə keçid müddəadan ibarət olduğunu bilsəz də daha yaxşı olar. Ola bilər ki, onda salsınlar imtahana. Növbəti maddə 1-dən 15-ə qədər olan maddələrdən düşünürəm ki, bir sual düşsün imtahana. Ona görə bu maddələrə baxsaz daha yaxşı olar. Daha sonra keçirik növbəti azadlıq və hüquqlara. Əsas insan vətəndaş hüquq və azadlıqlarına. Maddə 28 azadlıq hüququ. Ola bilər ki, azadlıq hüququndan, daha sonra yaşamaq hüququnu burada qeyd etməmişəm. Yaşamaq hüququndan da sual düşə bilər. Növbəti maddə 32 şəxsi toxunulmazlıq hüququ. Şəxsi toxunulmazlıq hüququndan xüsusən də 7-ci hissəyə və 6-cı hissəyə baxsaz yaxşı olar. Daha sonra 34-cü maddə nikah hüququ. Çoxdan nikah hüququndan sual düşmür. Ona görə nikah hüququ da bu imtahanda düşə bilər. Sonra əmək hüququ. Əmək hüququna baxsaz yaxşı olar. Daha sonra tətil hüququ. Keçən imtahan tətil hüququndan sual düşmüşdü. Dövlət İmtahan Mərkəzi bir dəfə istifadə etdiyi maddədən ola bilər ki, növbəti imtahanlarda da istifadə etsin. Yəni bu hallarla dəfələrlə rastlaşmışıq. Daha sonra istirahət hüququ. İstirahət hüququna toxuna bilərlər. Sosial təminat hüququ, xüsusən də sosial təminat hüququnun 3-cü hissəsinə diqqət etirsəz, yaxşı olar. 3-cü hissəsindən də sual düşə bilər. Daha sonra maddə 52 vətəndaşlıq hüququ və maddə 53 vətəndaşlıq hüququnun təminatı. Buradan sual düşə bilər. Daha sonra seçki hüququ. Seçki hüququndan sual düşə bilər. Xüsusən də kimlərin seçilmək hüququ məhdudlaşdırıla bilər. 3-cü hissəyə diqqət etirsəz, yaxşı olar. Daha sonra keçək maddə 66 qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi. Bu maddədən ümumiyyətlə mən çoxdan sual görmürəm. Ola bilər ki, bu imtahanda da bu maddəyə toxunsunlar. Xüsusən də əleyhinə ifadə verməsi məcburi olmayan qohumların siyahısını da diqqət etirsəz, yaxşı olar. Daha sonra maddə 69 əcnəbilər və vətəndaşı olmayan şəxslərin hüquqları əsas maddələrdən biridir. Buradan da tez-tez sual salırlar. Çoxdan da mən buradan sual görmürəm. Ola bilər ki, bu imtahan bu maddəyə də toxunsunlar. Daha sonra maddə 70 siyasi sığınacaq hüququ. 71 keçən imtahanda da 71-ci maddədən qeyd etmişdim ki, sual düşmüşdü. Ola bilər ki, bu imtahanda da 71-ci maddədən sual salsınlar. Keçən imtahan dövlət orqanları hansı hüquqi akt əsasında fəaliyyət göstərə bilərlər? Bu hissədən sual düşmüşdü, 10-cu hissədən. Ola bilər ki, digər hissələrdən də bu imtahan sual salsınlar.
Ona görə də xüsusən diqqət yetirin. Ən çox da 3-cü hissəyə. Hansı hallarda insan vətəndaş hüquq azadlıqları qismən müvəqqəti məhdudlaşdırıla bilər? Yəni ümumiyyətlə imtahanlarda Konstitusiyada ən çox sual salınan maddələrdən biridir 71-ci maddə. Növbəti vəzifələr. Düşünürəm bu imtahanda vəzifələrdən də sual gəlsin, amma konkret olaraq hansı vəzifədən gələ bilər onu deyə bilmərəm. Amma sizə onu deyə bilərəm ki, bütün vəzifələrə aid olan maddələrə baxsaz yaxşı olar. Xüsusən də vətənə sədaqət maddəsinə baxsaz yaxşı olar. Xüsusən də vətənə sədaqət maddəsində 3-cü hissə. Növbəti Milli Məclis. Hər imtahan Milli Məclisdən 2 və 3 sual düşür. Deməli, maddə 84, 84-dən sual düşə bilər, 84-cü maddəyə baxsaz yaxşı olar. Sonra 85-ci maddədən həm 6 noyabrda, həm də 11 dekabrda sual salmışdılar 2-ci hissədən. Ola bilər ki, bu imtahan 85-ci maddəyə toxunmasınlar, amma yenə də baxsaz yaxşı olar. Sonra 86-cı maddə, 88-ci maddə Milli Məclisin sessiyaları. Daha sonra Milli Məclisin növbədənkənar sessiyalarını kim çağırır? Kimlərin tələb əsasında çağırıla bilər? Sessiyanın qapalı iclasları hansı hallarda keçirilə bilər? Kimlər tələb edə bilər? Kimlər təklif edər? Bunlara mütləq baxın. Maddə 89. Hansı hallarda Milli Məclisin deputatları mandatından məhrum edilə bilər? Hansı hallarda səlahiyyətlərini itirə bilər? Sonra maddə 99. Deputatın toxunulmazlığı xitam qaydası. Keçən imtahan buradan sual düşmüşdü. Hətta ondan əvvəlki imtahanlarda düşmüşdü. Ola bilər ki, bu imtahanda da salsınlar. Diqqət yetirsəz yaxşı olar. Sonra maddə 94 Milli Məclisin müəyyən etdiyi ümumi qaydalar və maddə 95 Milli Məclisin həll etdiyi məsələlər. Bu maddələrdə mütləq şəkildə sual düşəcək. Ona görə 94 və 95-ci maddəyə, xüsusən də Milli Məclisin səlahiyyətlərinə baxın. Ola bilər ki, sizə sual sala bilərlər ki, aşağıdakı məsələlərdən hansı Milli Məclisin səlahiyyətlərinə aiddir? Cavabları prezident yaza bilərlər, Nazirlər Kabineti yaza bilər, yaxud da səs çoxluğu ilə olan bir bəndləri soruşa bilərlər. Hakimlərin vəzifəyə təyin edilməsi qaydasını, vəzifədən kənarlaşdırılması qaydasını soruşa bilərlər. Sonra Milli Məclisin razılıq verdiyi məsələlər ki var prezidentə, onları soruşa bilərlər. Ona görə həmin hissələrə diqqət etirsəz yaxşı olar. Maddə 96 qanunverici təşəbbüs hüququ. Keçən videoda qeyd etmişdim, buradan sual düşəcək, düşməmişdi. Amma düşünürəm ki, bu imtahanda 96-cı maddəyə toxunsunlar. Çünki çoxdandır qanunverici təşəbbüs hüququndan sual düşmür. Hətta Dövlət İmtahan Mərkəzinin bazasında belə bir sual tipi var ki, yazır ki, qanunverici təşəbbüs hüququ olub, Konstitusiya Məhkəməsinə sorğu vermək hüququ yoxdur. Bu tip suallar da salırlar. Çünki Konstitusiya Məhkəməsinə sorğu verən subyektlərlə Milli Məclisdə qanunverici təşəbbüsü hüququ olan subyektlər eynidir. Amma istisna var. Təşəbbüsdə seçki hüququ olan 40 min vətəndaş var. Amma sorğuda isə Nazirlər Kabineti var. Qalan subyektlər eynidir. Ona görə bu tipdə sual salırlar imtahana. Daha sonra 97 müddətlərə baxın yoldaşlar, müddətlərdən sual düşə bilər. 98-in əlavəsi 2-3 imtahandan bir bu maddədən sual salır, xüsusən də 1-ci hissədən. Yəni prezident hansı hallarda Milli Məclisi buraxır? O hallara mütləq şəkildə baxın. Daha sonra maddə 100 prezidentliyə namizədlərə aid tələblər. Buradan sual düşə bilər yoldaşlar. Xüsusən də burada 10 ildən artıq daimi yaşayan olmalıdır. Daimini çıxardırlar, 10 ildən artıq yaşayan yazırlar. Daha sonra növbəti maddə 104-cü maddə prezidentin öz səlahiyyətlərini daimi icra edə bilməməsi. Buradan da sual düşə bilər. 3 hissənin 3-ünə də baxın mütləq şəkildə. Daha sonra keçək 109-cu maddə prezidentin səlahiyyətləri. Keçən imtahan, yəni 11 dekabr dövlət qulu imtahanında prezidentin səlahiyyətlərindən 2 dənə sual salmışdılar. Ona görə prezidentin səlahiyyətləri çox vacib bir maddədir. 109-cu maddədən əmin olun ki, bu imtahan yenə sual gələcək. Daha sonra qanunların imzalanması. Bu maddədən də sual düşə bilər.
təkrar səs verməyə gedən qanunlar, bunlara mütləq şəkildə baxın. Sonra hərbi vəziyyətin elan edilməsi üçün əsas olan hallar, fövqəladə vəziyyətin tətbiq edilməsi üçün əsas olan hallar, bu hallara mütləq şəkildə baxın. Maddə 118 baş nazirin təyin edilməsi qaydası, buradan da sual düşə bilər. Mütləq şəkildə bu maddəyə baxın. Yəni hansı hallarda prezident baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər? Bu maddəyə toxuna bilərlər. Növbəti 120-ci maddə Nazirlər Kabinetinin aktları. Bir çoxlarına bu maddə asan gəlir, amma imtahan iştirakçılarının bir çoxları bunu qarışdırır. Misal üçün yazırlar ki, Nazirlər Kabinetinin aktlarını seçin. Cavabı qanun yazırlar, qərar yazırlar, sərəncam yazırlar. Bir çoxları çaşdırır. Düzdür, asan sualdır, amma çaşdırıla bilən suallardır. Ona görə Nazirlər Kabinetinin aktlarla prezidentin aktları və Milli Məclisin aktlarını ayırd etməyə bacarın. Nazirlər Kabinetinin aktları qərar, sərəncam, prezidentin aktları fərman və sərəncam. Milli Məclisə isə qanun, konstitusiya, qanun və qərar. Eyni qayda ilə Naxçıvan Nazirlər Kabinetində də qərar və sərəncam, Naxçıvan Ali Məclisində qanun və qərardır. Bunları yadda saxlayın. Konkret sual kimi imtahana salırlar. Sonra məhkəmə hakimiyyəti 125-ci maddəyə mütləq şəkildə baxın. 126-cı maddə hakimliyə namizədlərə aid tələblər, sual düşə bilər. Daha sonra 130-cu maddə, 130-cu maddəyə baxın. Konstitusiya Məhkəməsi xüsusən sorğudan sual sala bilərlər. Konstitusiya Məhkəməsinin səlahiyyətlərindən. Düşünmürəm çətin sual olsun, amma sorğudan bu imtahan ola bilsin ki, sual düşsün. Çünki çoxdandır sorğudan sual görmürəm imtahanda. Xüsusən də 11 dekabr imtahanda salmamışdılar. Növbəti prokurorluq, Azərbaycan Respublikasının prokurorluğu. Hansı prokurorlar necə təyin olunur? Hansı prokurorlar necə azad olunur? Mütləq şəkildə baxın və ən çox imtahan iştirakçılarının qarışdırdığı prokuror Naxçıvanın prokurorunun təyin edilməsi qaydası və qəsdən variantlara Ali Məclisdə yazırlar. Baxın, Naxçıvanın prokurorunun təyin edilməsi qaydasında ümumiyyətlə Naxçıvanın Ali Məclisinin adı keçmir. Naxçıvan prokuroru baş prokurorun təqdimatı əsasında prezident tərəfindən təyin olunur. Digər prokurora da baxarsınız, xüsusən Naxçıvan prokurorunu qeyd etdim ki, bu ən çox çaşdırılan prokurordur təyini qaydası üzrə. Sonra maddə 134 Naxçıvanın Muxtar Respublikasının statusu, bu maddəyə baxın, düşə bilər sual. Sonra 138-ci maddə Ali Məclisin səlahiyyətlərinin ümumi qaydalar və həll etdiyi məsələlər düşə bilər. Sonra Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti düşə bilər. Nazirlər Kabineti tərkibinin təsdiq qaydası düşə bilər. Baş nazirin təyin edilməsi qaydası düşə bilər. Mütləq şəkildə bu maddələrə baxın. Sonra bələdiyyələr. Bələdiyyələrdən sual düşəcək bu imtahan. Xüsusən Naxçıvanla bələdiyyədən sual düşəcək. Ən azından ikisindən birindən sual düşəcək. Bələdiyyədə nəyə diqqət yetirin? Bələdiyyənin statusunun əsaslarının statusunu. Statusun əsasları konstitusiya, statusu qanun. Sonra 144 bələdiyyənin səlahiyyətləri sual düşə bilər. Hətta diqqətli olun, əvvəlki imtahanlarda istifadə olunan testləri yenidən gətirib təkrar sual kimi imtahana salırlar. Xüsusən 2024-cü ilin oktyabr ayında bələdiyyə üzrə bir situasiya tipli tapşırıq düşmüşdü yerli müdafiə ilə bağlı. Ola bilər ki, bu imtahan olsun, yaxud da digər imtahanlarda olsun, salsınlar. Baxın, diqqətli olun. Baxın, bu yerli müdafiədir, yerli sosial müdafiədir. Yerli müdafiə deyil. Bunu götürüb situasiya tipli tapşırıq kimi salmışlar imtahana. Bilmək olmaz. Bəlkə də bu imtahan həmin situasiyanı gətirib yenidən salsınlar. Hər şey ola bilər. Növbəti qanunverici sistemi. Maddə 149-dan sual düşə bilər normativ hüquqi aktlardan. Daha sonra konstitusiya əlavələr, dəyişikliklər, hansı maddələrə dəyişiklik etmək olmaz, hansı maddələri ləğv etmək olmaz. Xüsusən bunların nömrəsindən əlavə adlarına da baxın. Sonra konstitusiya əlavələr hansı şəkildə qəbul olunur, neçə dəfə səsə qoyulur, hansı maddələrə əlavə etmək olmaz. Keçən imtahan da düşmüşdü. Nəzərdə saxlayın, ilk 23 maddəyə əlavə etmək olmaz. Daha sonra keçid müddəalar. Keçid müddəalardan deməli bir çoxları düşünür ki, ümumiyyətlə sual düşmür buradan və baxmır bura. Amma
Keçid müddəalar elə bir hissədir ki, oradan dəfələrlə imtahana sual salıblar. Ona görə konkret olaraq təxmin etmək olmur ki, bu imtahan düşəcək yaxud düşməyəcək, amma baxsaz yaxşı olar və keçid müddəadan sual salanda da çox çətin sual salmırlar. Rahat və yazıla bilən sual salırlar. Ona görə 12 keçid müddəanın hər birinə imtahandan bir gün qabaq yaxud imtahan günü nəzər yetirsəz yaxşı olar. Daha sonra keçirik dövlət qulluğu haqqında qanun. Keçən imtahan dövlət qulluğu haqqında qanundan anlayışlardan sual salmışdılar. Bu imtahan ola bilər ki, yenə anlayışlara toxunsunlar. Çünki Dövlət İmtahan Mərkəzində belə bir şey var ki, bir dəfə istifadə etdiyi sual tipini növbəti imtahanda fərqli formatda yenidən istifadə edir. Ona görə sizə tövsiyə edərdim ki, burada olan anlayışlara baxasınız. Daha sonra qanunun tətbiq dairəsi kimlərə şamil olunmur? Onlara mütləq şəkildə baxın. Dövlət qulluğunun əsas vəzifələri və prinsipləri çox vaxt bunları salanda qarışdırıb salırlar. Prinsipi soruşub varianta vəzifə salırlar. Yaxud da vəzifəni soruşub varianta prinsip yerləşdirirlər. Maddə 5 dövlət qulluğu idarəetmə orqanları şura ilə bağlı sual düşə bilər. Dövlət qulluğu haqqında qanunvericilik keçən imtahan da buradan sual düşmüşdü. Yenə baxsaz yaxşı olar. Yazmışlar ki, dövlət qulluğu haqqında qanunvericiliyi tərkibini tam əhatə edən variantı seçin. Yəni qanunvericiliyə mütləq şəkildə baxın. Sonra keçirik növbəti dövlət orqanlarında vəzifələrin təsnifatı, xüsusən də 10.1. Maddə 15 dövlət qulluqçusunun andı maddəsi. Sonra dövlət qulluqçusunun şəxsi işi. Bu maddələrə diqqət yetirin. Sonra dövlət qulluqçusunun əsas vəzifələri, əsas hüquqları, xüsusən hüquqla təminatları paralel şəkildə öyrənin. Çünki hüquqla təminatı bir çox imtahan iştirakçısı qarışdırır. Daha sonra dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər, tez-tez bunlardan sual salırlar. Dövlət qulluqçusu üçün təminatlar, mütləq şəkildə bunlara baxın. Növbəti 23-cü maddə dövlət qulluqçusunun pensiya təminatı. Buradan sual düşə bilər. Dövlət qulluğuna qəbul, maddə 28. 28-ci maddədən sual düşə bilər. Bununla bağlı ayrıca video da çəkmişəm. Yeni bir videodur. Yenilənmiş videodur. İstəyənlər yaza bilər, göndərə bilərəm. Tam ətraflı şəkildə izah eləmişəm 28-ci maddəni. Daha sonra keçirik növbəti maddə, maddə 30 dövlət qulluğunun şərtləri. Dövlət qulluğunun şərtləri maddəsinə baxarsınız. Sonra dövlət qulluqçularının il ərzində xidməti fəaliyyətinin qiymətləndirildiyi meyarlar, həm ümumilikdə həm rəhbər vəzifə tutmayan dövlət qulluqçusu, həm də əlavə olaraq rəhbər vəzifələri hansı meyarlar əsasında qiymətləndirilir, onlara da baxın. Sonra bu da imtahan sualı yoldaşlar düşüb tez-tez. Dövlət qulluqçusunun xidməti fəaliyyəti hansı şəkillərdə qiymətləndirilir? Əla, yaxşı, kafi, qeyri-kafi. Bir dəfə imtahana salıb variantları ortada yazmışdılar. Yəni orta variantı da çaşdırıcıdır. Bir çoxu gedir onu düz kimi də götürür. Növbəti dövlət qulluğunda olmanın yaş həddindən sual düşə bilər. Maddə 32-nin əlavəsindən. Sonra yaş məhdudiyyəti uzadılarkən nəzərə alınan amillər, bunlara da baxın. Yəni 65-dən çox uzadılarkən hansı meyarlar nəzərə alınır? Baxın, bunlar imtahan sualı düşə bilər. Məsələn, attestasiyanı dəyişib sertifikasiya yazırlar. 3 dəfəni dəyişib 2 dəfə yazırlar. Diqqətli olun. Növbəti keçirik kateqoriya, təsnifat və ixtisas dərəcəsi. Deməli, hər imtahan kateqoriya, təsnifat və ixtisas dərəcələrindən 5 yaxud 4 sual düşür. Xüsusən də yardımçı vəzifələrə diqqət yetirin. Ən çox ali kateqoriya, 1-ci kateqoriya, 2, 3-cü kateqoriya dövlət orqanlarından daha çox sual düşür. Daha sonra xüsusi inzibati vəzifələr var ki, onların xüsusi tapılma qaydası yoxdur. Onunla bağlı da YouTube kanalına mən video yerləşdirmişəm. İstəyənlər YouTube kanalında baxa bilərlər. O vəzifələrin tapılma qaydası yoxdur. Misal üçün,
Ali məhkəmədə mütəxəssis tapmaq üçün kateqoriya üzərinə 3 gəlib tapırıq. Amma o vəzifələri tapmaq üçün qaydası yoxdur. Bəzən də onlar tez-tez dəyişir. Misal üçün, baş nazirin müavininin köməkçisi əvvəllər 2-ci təsnifat idi, sonralar dəyişib oldu 3-cü təsnifat. Yəni konkret olaraq əzbərlənməli inzibati vəzifələrdir. Onları YouTube kanalında yerləşdirmişəm. Yəni əvvəlki videolara baxıb tapa bilərsiniz. Və hər imtahanda olmasa, əksər imtahanlarda il ərzində təşkil olunan çoxunda həmin təsnifatlardan, vəzifələrdən sual salırlar. Daha sonra əlavə haqq. Əlavə haqqdan həmişə sual düşür və bu imtahanda düşəcək. Bəzən olur ki, 2 sual da salırlar. Ona görə bu cədvələ baxın. Keçən imtahan situasiya tipli tapşırıq salmışlar, hesablama tapşırığı idi. Və nəzərə alınan dövrlərə diqqət yetirin. Nəzərə alınan dövrlər və cədvəllər, illər üzrə faizlər. Bunlara mütləq şəkildə baxın. Daha sonra etik davranış qaydaları haqqında qanun. Keçən imtahan qanun əhatə dairəsindən sual düşmüşdü. Ola bilər yenə bu maddədən sual salsınlar. Sonra ikinci qanun məqsədləri. Qanun məqsədindən sual sala bilərlər. Növbəti loyallıqdan sual sala bilərlər. Əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsi. Ola bilər ki, buradan situasiya tipli tapşırıq salsınlar. Sonra maddə 12. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və güzəştlərin əldə edilməsi, yol verilməməsi maddəsi. Korrupsiyanın qarşısının alınması maddəsi. Sonra ictimai və siyasi fəaliyyət. Bu maddədən sual düşə bilər. Sonra deməli, baxın, etik davranış üzrə müvəkkilin vəzifələrindən dövlət orqanının rəhbərinin vəzifələrini qarışdırıb sual kimi imtahana salırlar. Ona görə etik müvəkkilin vəzifələri hansıdır və dövlət orqanı rəhbərinin vəzifələri hansıdır, onları ayırd etməyə bacarın. Ola bilər ki, bu imtahan salsınlar. Axırıncı dəfə 25 sentyabrda salmışdılar və üstündən neçə ay keçib, ola bilər ki, yenidən salsınlar. Çünki imtahan iştirakçılarının ən çox səhv yazdığı maddələrdir bunlar. Ona görə tez-tez salırlar. Sonra keçən imtahan insan icraatının başlanmasına əsas verən hallar düşmüşdü imtahana. Düşünmürəm bu imtahan salsa, amma yenə də baxsaz yaxşı olar. Keçən analizlərdə qeyd etmişdim ki, bu maddədən sual düşəcək və gətirdilər, saldılar. Amma bu imtahan düşünmürəm ki, salsa, amma yenə də baxsaz yaxşı olar. Yəni baxmaqla heç nə itirməyəcəksiniz. Sonra keçirik növbəti vətəndaşların müraciətləri haqqında qanun. AC kateqoriyası və AB kateqoriyası üzrə hazırlaşan namizədlər bu hissəni ötürə bilərlər. Çünki AC və AB kateqoriyası üzrə imtahana düşmür. Deməli, əsas anlayışlardan sual düşə bilər. Vətəndaşların müraciətləri haqqında qanun. Sonra vətəndaşların müraciətləri baxılmasının əsas prinsiplərindən sual düşə bilər. Qanun tətbiq dairəsindən sual düşə bilər. Daha sonra vətəndaşların müraciətinin dair tələblərindən sual düşə bilər. Növbəti, müraciətə baxılması müddətindən sual düşə bilər. Yəni, müddətlərin birindən sual sala bilərlər. Vətəndaşların qəbul edilməsi qaydası maddəsindən sual düşə bilər. Sonra onu qeyd etməyi unutdum. 9-cu maddə, korrupsiya əlaqədar hüquq pozmalarla bağlı müraciətlərə baxılmanın xüsusiyyətləri maddəsi. Buradan da sual düşə bilər. Bu hissəyə diqqət yetirin. Sonra burada qeyd etməmişəm. Bunu da salırlar tez-tez imtahana. Baxın, prokurorluq orqanlarına daxil olmuş müraciətlər vəzifəli şəxslərin qanuni hərəkəti nəticəsində hansı normativ hüquqi aktə əsasən baxılır? Vətəndaş müraciəti haqqında qanun və prokurorluq haqqında qanun əsasən. Bu çoxdan da düşmür. Ola bilər salsınlar. Prokurorluq haqqında qanun və prokurorluq haqqında. Və diqqətli olun. Prokurorluq orqanlarında qulluq keçmə haqqında qanun yazırlar. Yəni prokuror sözünü görən kimi tez gedib götürməyin variantı. Orada diqqətli olun. Yəni prokurorluqla başlayan müxtəlif cür qanunlar var. Biri prokurorluq orqanında qulluq keçmə haqqında qanundur. Ona görə diqqətli olun. Vətəndaş müraciəti haqqında qanun və prokurorluq haqqında qanun. Və növbəti sonda qanun pozulmasına görə məsuliyyət. Mülki məcəllə, inzibati xətalar məcəlləsi və cinayət məcəlləsinə olaraq məsuliyyət daşır qanun tələblərini pozanlar. Və diqqətli olun, bu formada salırlar. Yazırlar ki, vətəndaşların müraciətləri haqqında qanun tələblərinin pozulması mülki, inzibati və cinayət məsuliyyəti yaradır.
Düzdür bu. Yəni bunu səhv götürməyin. Sonra bu cədvəldə müddətləri qeyd olunub, istəyənlər götürə bilər. Yəni vətəndaşların müraciətinə bağlı olan müddətlər. Və bir sual var Dövlət İmtahan Mərkəzinin bazasında. Çoxdan da onu salmırlar, amma gətirib yenidən sala bilərlər. Deməli, sual belədir. Vətəndaşların müraciətlərinə ən çoxu, yəni maksimum neçə iş günü ərzində baxılır? Maksimum sorsa, yəni ən çox sorsa 60 iş günü götürün yoldaşlar. Bu çox çaşdırıcı bir testdir və çoxu bunu gedib 30 götürür, 30 iş günü götürür. Əgər bu test düşsə 60 iş günü götürün. Sonra növbəti korrupsiya qarşı mübarizə haqqında qanun. Əsas anlayışlara diqqət yetirəsiniz yoldaşlar. Onu burada qeyd etməmişəm. Sonra maddə 2. Korrupsiya ilə əlaqədar hüquq pozmalarının subyektlərindən sual düşə bilər. Sonra maddə 5. Maliyyə xarakterli tələblər. Buradan sual düşə bilər. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlərdən sual düşə bilər. 8-1. Korrupsiya riskləri ilə bağlı sual düşə bilər. Keçən imtahanda düşmüşdü. Xüsusən də 8-1.2. Keçən imtahan bunu salmışdılar. 9-cu maddə korrupsiya ilə əlaqədar hüquq pozmaları. Ola bilər ki, sizə şərait yaradan yazarlar soruşarlar ki, hansı növ korrupsiya hüquq pozmasıdır bu? Yaxud da yaza bilərlər ki, aşağıdakılardan hansı korrupsiya şəraiti yaradan hüquq pozmadır? Hansı korrupsiya hüquq pozmasıdır? Bu tip sualları tez-tez salırlar imtahana. Sonra maddə 10-dan sual düşə bilər. Xüsusən də 10.4.1, 4.2, 4.3 və 4.4 bu bəndlərə baxın. Daha sonra keçirik məlumat zadı haqqında qanun. AS və AB kateqoriyası üzrə hazırlaşan namizədlər bu hissəni ötürə bilərlər. Çünki məlumat azadlığı haqqında qanun AS və AB kateqoriyaları üzrə imtahana düşmür. Deməli, BB-lər və BA-lar diqqətiniz məndə olsun. Maddə 2. Məlumat azadlığının təminatı. Buradan sual düşə bilər. Məlumat azadlığının məhdudlaşdırılması hansı hallarda həyata keçirilir? İstifadə edilməsi qaydası hansı hallarda həyata keçirilir? Mütləq şəkildə buna baxın. Sonra məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri düşə bilər imtahana. Məlumatın əldə edilməsi üçün təminatlar maddəsində sual düşə bilər. Növbəti maddə 2. Daha doğrusu dövlət dili haqqında qanun. Qanunun adını ötürdüm. Deməli, dövlət dili haqqında qanun maddə 2-dən sual düşə bilər. Dövlət dili haqqında qanunvericinin tərkib hissəsinə hansı hüquq haqlar daxildir? Sonra maddə 3. Dövlət dilinin işlənməsi, qorunması, inkişafı sahəsində dövlətin əsas vəzifələrindən sual düşə bilər. Maddə 5. Dövlət dilinin təhsil sahəsində işlənməsi. 6. Dövlət dilinin televiziya, radio yayımlarında işlədilməsi. Bax, burada diqqətli olun yoldaşlar. Bir şey diqqətinizə çatdıracağam. Əvvəllər düşüb imtahana yenidən sala bilərlər. Baxın, bax burada var ki, mülkiyyət formasına asılı olmayaraq Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən dövlət dilində yayımlanan bütün televiziya, radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Bunu necə yazırlar? Çaşdırmaq üçün. Azərbaycan Respublikası ərazisində yayımlanan bütün televiziya, radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməlidir. Bu səhvdir. Əvvəldə təsis edilən və fəaliyyət göstərən olmalıdır. Çünki Azərbaycan Respublikası ərazisində başqa ölkələrin kanalları da yayımlanır. Düzdür, burada təsis edilməsə də yayımlanan kanallar var ki, onların aparıcıları dövlət dili bilmək məcburiyyətdə deyillər. Hansı aparıcılar bilməlidir? Hansı kanalların aparıcıları? Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən olmalıdır burada. Yəni bunu çıxartsalar, bu formada yazsalar cümlə səhvdir. Əvvəllər imtahana salıblar. Ola bilər ki, bu imtahanda yaxud da digər imtahanlarda da salsınlar. Sonra maddə 9. İnzibati ərazi bölgüsü ilə əlaqədar dövlət dilindən istifadə düşə bilər. Sonra maddə 11. Hüquq mühafizə orqanlarında, silahlı qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatda və inzibati xətalar üzrə icraatda dövlət dilinin işlənməsinə bağlı maddədən sual düşə bilər. Bütün bəndlərinə baxın yoldaşlar. Maddə 12. Dövlət dilinin beynəlxalq yazışmalarda işlədilməsi düşə bilər imtahana.
Xüsusən də 12.2-də burada dövlət dilində də da-dəyə diqqət edin yoldaşlar. Sonra maddə 15 dövlət dilinin nəşriyyat işində işlənməsi maddəsindən sual düşə bilər. Sonra məhkəmələr və hakimlər haqqında qanun. Maddə 1. Maddə 1-dən sual düşə bilər. Xüsusən də burada qeyd etmişəm. Maddə 3 məhkəmələrin vəzifələri. Maddə 4 məhkəmə işlərə baxılması. Maddə 10 müdafiə hüquqlarının təmin edilməsi. Maddə 14 məhkəmə icraat aparıldığı dil. Maddə 19 ədalət mühakiməsi həyata keçirən məhkəmələr. Sonra elektron imza və elektron sənəd haqqında qanun. Deməli, elektron imza və elektron sənəd haqqında qanundan əsas anlayışlardan ola bilər ki, bir sual imtahana salsınlar. Əsas anlayışların hər birinə baxın yoldaşlar. Keçən imtahan anlayışlardan salmamışlar, amma bu imtahan sala bilərlər. Xüsusən növbəti maddə 7-yə diqqət edin. Növbəti maddə 10 sertifikat xidmətləri. Maddə 10-a diqqət edin. 12 sertifikatın tərkibinə bağlı maddəyə diqqət edin. 13 sertifikatın qüvvəsinin dayandırılması və bərpa edilməsinə bağlı maddə. Xüsusən yeni maddələrə diqqət edin ki, yeni maddələrdən həmişə suallar salırlar. Yeni dəyişiklik olan kimi. Daha sonra keçirik növbəti dövlət rəmzlərinə dair qanunvericiliyi. Deməli, dövlət rəmzlərinə dair qanunvericiliyindən bəzən bayraqdan sual salıb gerbdən salmırlar. Bəzən himndən sual salırlar, bayraqla gerbdən salmırlar. Ona görə konkret olaraq təxmin etmək biraz çətindir ki, sırf hansından sual düşəcək. Mən sizə tövsiyə edərdim ki, bayrağa da, gerbə də, himnə də baxasınız. Və üçündən nələr düşə bilər, onlara qeyd etmişəm burada. Deməli, bayraqdan nə düşə bilər? Dövlət bayrağının matəm günlərində və matəm mərasimlərinin istifadəsindən düşsə buradan düşə bilər. Maddə 9-dan dövlət bayrağının istifadəsinə dair tələblərdən düşə bilər. Və bayrağın daimi qaldırma olduğu yerlərlə daimi yerləşdirmə olduğu yerlərdə diqqət yetirərsiniz yoldaşlar. Çünki bunu testə salırlar imtahana. Sonra gerbdən nələr düşə bilər? Dövlət gerbinin qabarıq təsvirin vurulduğu yerlər. Bu düşə bilər imtahana. Və himnin mütləq ifa edildiyi hallardan suallar düşə bilər imtahana. Bir də maddə 7. Maddə 7-yə də diqqət edirəsiniz. 7.1 ilə 7.2-yə. Sonda kargüzarlıq. Kargüzarlıq imtahan iştirakçılarının ən çox çətinlik çəkdiyi mövzulardan biridir. Və o qədər geniş bir qanunverici aktdır ki, yəni buradan təxmin etmək olmur hardan suallar düşə bilər. Amma konkret olaraq hər imtahan 14 ilə 16-cı maddədən bir dənə sual düşür. Çox hallarda. Ola bilər ki, bu imtahanda da salsınlar. Sonra nə düşə bilər? 3-cü sənədlərin rəsmiləşdirilməsi ümumi tələblər. Buna baxarsınız. Sonra sənədlərə əlavələrin edilməsi qaydası. Buradan sual düşə bilər. Protokolların hazırlanması və tərtib edilməsi, araçların və məlumat vərəqələrinin hazırlanması. Növbəti, sənədlərin dövrəsinin təşkili 14-cü maddə. Az öncə demişdim ki, buradan sual düşə bilər. Sonra 16-cı maddə. 16-cı maddədən də sual düşə bilər. Və xüsusən də burada 16-cı maddədə 119-a baxın. Hansı sənədlər hansı sənədlər nəzarətə götürülür? Bunu sual kimi sala bilərlər sizə.